Salam dostlar. Bax, dünyada bütün sözlərin, İngiliscə sözlərin olduğu lüğət. Gördüyünüz kimi Oxford lüğəti və qaldığımız yerdən davam edirik. Kesin də burada qalmışdıq. Deməli, bax burada. On no account ya da not on any account. Yəni bu nə deməkdir? Məsələn, used to emphasize something. Nəyisə vurğulamaq üçün. Not for any reason. Hər hansı səbəbdən dolayı deyil. On no account. Should the house be left unlocked? Yəni bax burada baxırıq. Deməli əsla nə olursa olsun. Əsla deyir ev açıq qalmamalıdır. Unlocked açıq qalmamalıdır. Ev açıq qalmamalıdır. Locked qapalıdır, an artıranda yəni açıq qalmamalıdır. Sonra on your own account. Nə deməkdir bu? On your own account. Məsələn, for yourself, yəni özün üçün. Özün üçün. In 2006, Smith set up in business on his own account. Yəni bax burada baxırıq. Öz üçün. Öz üçün, yəni nədir? Set up, dostlar, biznes fəaliyyətinə başlamaqdır. Set yourself up as something. Yəni ifadə belədir. Set up, yəni biznes fəaliyyətinə başlamaq. 2006-cı ildə Smith biznes fəaliyyətinə başladı. Sonra ikinci mənası, because you want to and you have decided, not somebody else. Çünki sən istəyirsən və sən qərar vermisən. Başqa biri deyil. No one sent me. Məni heç kim göndərməyib. I am here on my own account. Mən burada, yəni bax burada gəlir. Kendi istəyimlə, kararımla, öz qərarımla, yəni ki, mən buradayım. Dostlar, bax bu set-up'ın belə bir şeyi də var. Set up on her own. Belə bir ifadə var. Yəni, müstəqil olaraq öz işini qurmaq. Set up on her own. Müstəqil olaraq öz işini qurmaq. Bir də var set up in. Set up in. Öz işini qurmaq. Yəni, fərqli deyə bilərsiniz. Sonra on this account ya da on that account. Bu nə deməkdir? Deyir, çünki because of the particular thing that has been mentioned. Çünki o konkret şeyə görə, hansı ki qeyd edilib. Qeyd edilmiş o nəyəsə görə. İndi görək bu nə deməkdir? Cümlədə tam mənasını biləcəyik. Whether conditions were poor da deyilir bu. İki cür. But he didn't delay his departure. Bax bu söz departure elə deyilir. Departure on that account. Deyir ki, hava şəraiti pis idi, yaxşı deyil idi yəni. Hava şəraiti pis idi. Lakin o delay. Delay deməli dostlar, təxirə salmaq deməkdir, sonraya saxlamaq. Məsələn, bunun sinonimi də var. Məsələn, defer. Defer yazılır. Defer. Defer oxunur. Təxirə salmaq, sonraya saxlamaq. Sonra bir də var məsələn, put off. Put off. O da təxirə salmaqdır. İki dənə f ilə put off. Təxirə salmaqdır. Bax, burada var. Görürsünüz, put off. Təxirə salmaq, sonraya saxlamaq. Bir də var postpone. Postpone. Yəni təxirə salmaq. Bu da odur. Yəni görürsünüz nə qədər sinonimi var. Sonra deməli deyir ki, hava şəraiti pis idi. Lakin o təxirə salmadı öz. Deməli, departure'da şeydir, yola düşmək, gediş. Samolyot təyyarələrdə olur bu ən çox. O sistemlərdə olur, aeroport sistemində. O öz gedişini təxirə salmadı. On that account. On that account da, yəni nə deməkdir? Bax, saat baxaq.
deyə baba buradan belə yazmışıq. Bu səbəbdən, bu nədənlə. Yəni bu səbəbdən. Bu səbəbdən gedişi təxirə salmadı. Put, turn something to good account. Put something to good account ya da turn something to good account. Yəni nə deməkdir? To use something, nəyisə istifadə etmək in a good or helpful way. Yaxşı və ya yardımsevər bir tərzdə. Helpful dostlar, səmərəli deməkdir burada, faydalı. Səmərəli, faydalı. Baxın, burada sinonimlər də var. Helpful, səmərəli, faydalı. Sinonimi useful, yəni faydalı, işə yarar, lazımlı. Yəni faydalı bir şəkildə ya da yaxşı bir şəkildə istifadə etmək nədənsə. Take account of something. Ya da take something into account. Məsələn, to consider particular facts, circumstances, etc. when making a decision about something. Yəni konkret faktları, müəyyən faktları, sonra şəraiti və s. nəzərə almaq. Yəni bir qərar qəbul edəndə nəyisə haqqında. The company takes account of deməli environmental issues wherever possible. Yəni deyir, şirkət takes account of, yəni ki nəyidir? Takes account of nəzərə alır, hesaba qatır. Ətraf mühitlə bağlı məsələləri, issues, məsələləri nə zaman? Wherever possible, wherever, harda ki mümkündür, yəni harda imkan varsa orada, imkan düşən kimi, yəni ətraf mühit məsələlərində nəzərə alır. Coursework is taken into account as well as exam results. Deməli dostlar, bu da course work, exam, yəni kurs işi nə olacaq? Nəzərə alınır, hesaba qatılır. İmtahan nəticələri ilə yanaşı, as well as yanaşıdır yəni. Sonra defendant dostlar nə deməkdir? Müttəhim, təqsirləndirilən şəxs. The defendant asked for a number of other offenses to be taken into account. Deməli, birinci baxa burada görək offense sözü nədir? Offense qanun pozuntusu, cinayət. Bunun sinonimi şeydir, crime, cinayət. A number of da şey deməkdir, bir sıra, çoxlu sayda. Ya müttəhimlə bağlı, müttəhimdən istənildi. Deməli, ya müttəhim o qədər işlər, cinayət işləri görüb ki, qanun pozuntusu. O qədər qanun pozuntusu eləyib ki, onların da yəni deyir to be taken into account, nəzərə alınması istənildi, yəni müttəhimlə bağlı. Müttəhimin törətdiyi bir sıra çoxlu sayda digər qanun pozuntularının, cinayətlərin də hesaba qatılması istənildi. Dostlar, feil kimi accountun deməli, feil kimi mənalarında oxuyarıq. Video bura qədər, gələn videoda davam edərik. Biz isim kimi oxuduq. Gələn videoda da feil kimi davam edərik. Görürsünüz, isim kimi oxuduq, bitirdik. Gələn videoda da feil kimi, görürsünüz ya, verb, feil kimi davam edərik.